Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevə. Sizə müraciət etmək istəyirəm ki, mən Musayev Araz, 9 qat dünya, 4 qat Avropa, əməkdar və beynəlxalq dərəcəli idman ustasıyam. Və bu xidmətlərimə görə Cənab Azərbaycan Respublikasının prezidenti tərəfindən evlə, şəxsi fəxri fərmanla və digər medal və diplomlarla mükafatlandırılmışam. Hörmətli Leyla xanım, sizin həm Azərbaycanda, həm dünyada insanlığa verdiyiniz dəyərə görə sizə müraciət edirəm. Müraciət edib bildirmək istəyirəm ki, mənim Muay Thai Federasiyasını, idarə etdiyim Muay Thai Federasiyasının prezidenti olaraq İdman şöbəsi tərəfindən və Kickboks Federasiyası tərəfindən və digər bir neçə qrup şəxslər hər zaman ölümə qəsd edərək məni ağır ölümə qəsd maddəsi ilə zədələnmişəm və bununla bağlı müalicələrim aparılıb, yenə də əməliyyata ehtiyacım var. Buna baxmayaraq, bu gün də həmin hücumlar həm apellyasiya məhkəməsində, həm yasamal məhkəməsində, həm ictimai birliyimizdə qanunlara uyğun olmayaraq addımlar atılaraq və kimlər tərəfindən göndərilmiş bizim federasiya aidiyyatı olmayan qruplar tərəfindən federasiyada özbaşına seçkilər və digər hərəkətlər və qanunsuzluqlar törədirlər. Mən sizdən xahiş edirəm Leyla xanım, bu məsələyə bir Azərbaycanın bir dəyərli xanımı kimi və Azərbaycanın bu sosial, ictimai, faal insanı kimi sizə müraciət edirəm. Müraciət edirəm ki, mənim olan bu problemim bildiyiniz kimi həm Azərbaycan prokuratura sistemində, həm polis sistemində, həm bütün qurumlarda bununla bağlı müraciət etmişəm. Xahiş edirəm, mənə bir Azərbaycan evladı olaraq Azərbaycanın 3 rəngli bayrağını ən yüksəklərdə dalğalandıran bir idmançısı olaraq mənə öz köməyinizi göstərəsiniz. Yoxsa həyatım təhlükə altındadır və hər gün hücumlar var, hər gün qruplaşma var, böyük mənə uyğun olmayan, böyük formada tədbirlər göstərib mənə əzələ nümayiş etdirirlər və bunu həyata keçirdirlər. Buna baxmayaraq mənim heç bir atacağı addımım qalmayıb. Çünki qanundan güclü heç bir orqan yoxdur və sizlər və bu məsələdə mənə dəstək olmağınızı sizdən xahiş edirəm. Mən buradan cənab prezidentimizə, vitse-prezidentimizə və baş prokurorluğa və bütün orqanlara, qanunverici orqanlara müraciət etmişəm. Yenə də Leyla xanım sizə müraciət edərək bildirirəm. Bu məsələdə mənə yardımcı olun və mənim üstümə uzanan əlləri durdurun. Çünki bu vətən üçün, bu torpaq üçün, bu bayraq üçün öz əlimdən nə gəlmişsə etmişəm. Azərbaycan 3 rəngli bayrağını dəfələrlə dünyada, Avropada dalğalandıraraq qürur hissi ilə Azərbaycanlı olduğumu qeyd etmişəm. Çünki bizim millət hər zaman qeyrətli, namuslu, döyüşən bir millətdir. Ona görə bu müraciətimi sizə üzümü tutub sizə bildirmək istəyirəm ki, bu məsələdə hüquqi tərəfdən mənə yardımcı olmağınızı sizdən xahiş edirəm. Hörmətlə Musayev Araz. Təşəkkür edirəm.